Bu günləri Xırdalanda Heydər Əliyev prospektində sənə gözəl komplekslərdən biri olan ekoparkdayıq. Sənə 53 kvadrat, 2 otaqdan ibarət və hər şey ev zad almaq bir qırağa. Bu ev sahibinin bir dənə gözəl hekayəsi var. Bunu elə evin içində sizə danışacağam. Kərbəla abi, sən nəyə fikirləşirəm? Allah hər kəsin həqiqətən də əziyyət çəkən hər bir kəsin ruhsunu versin, həqiqətən də verir. Xırdalanda ekoparkda, bunu da niyə dedim, sonda deyəcəm. Xırdalanda ekoparkda 53 kvadrat, 2 otaq, qoxuna mebeli falan, kupça əldədir. 53 kvadrat sənə bir dənə ev təqdim edirəm, qardaş, gəl sənə bir dənə mətbəxini də göstəreyim. Sənə balkon, qardaş, hamısı yerli yerində, hamısı bax, qoxuna mebeli falan, hamısı hazırdır. Hamısı yerli yerindədir. Qardaş, gəl bir dənə sənə o bir otaqları da göstəreyim. Gəl bax, Kərbəla, gəl bir dənə sənə mən hamam sanzeri göstərdim. Səliqə səhman yerli yerində, hər şey qəşəng, səliqəli. Mərtəbəsi gözəl. Qardaş, sənə nə lazımdır ki? Yataq otağın bir dənə uzunluğuna bax, qardaş. Yataq otağın böyüklüyünə bax. Sənə nə lazımdır? Hə, başdan demişdim ki, Allah zəhmət çəkən hər bir kəsin həqiqətən də bəhrəsini verir. Qardaş, mən həqiqətən bu günləri şahid oldum ki, əziyyət çəkən hər bir kəsin vaxt var idi. Ev yəsidir ki, vaxt var idi. Mən ev axtarırdım ki, bir otaqlı da olsa qalım. İndi qardaşımızın evi var, bundan əlavə bir dənə də evi var, bu evi çıxardır satdığa. Allah hər kəsin ruhsunu versin öz yerində. Evimizin start qiyməti 93 mindir. 93 min manat. Qardaş, satışa çıxır. Kupça əldə, 53 kvadrat, yeri də gördünüz, ekopark, möhtəşəm. Yolun da düz qırağı. Heydər Əliyev prospektinin düz yanında. Allah alana da, satana da xeyirli eləsin.